Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Rəngarəng verilişində qonaq olan meyxanaçı Pərviz Bülbül həmkarı Bala Əliyə sərt atmaca atdı. Xəbər verilir ki, Bala Əli Pərvizin mənim gizli fanatımdır deməsinə cavab olaraq mesaj göndərib. O, mən fanatı olduğuma güllər göndərirəm, etdiklərimi desəm, Pərviz ustadların ustadı deyə mənə reaksiya verib. Bala Əlinin sözlərinə ironiya ilə cavab verən Pərvizin sözləri daha sərt olub. O, göndərdiyin güllərdən ustadın məzarına göndər. Qalmaqal sosial mediada izləyicilər arasında geniş müzakirələrə səbəb olub və meyxanaçılar arasında gərgin anların yaşandığını göstərir.